Havaların isti keçməsi bəzi ağacların oyanmasına səbəb olub. Lənkəranda alça ağacı çiçəklənərək barda verib. 2025-ci ilin son aylardan qeyri-sabit isti keçməsi bağlarda ağaclara da öz təsirini göstərib. Lənkəran rayonunun Şağlasir kəndində Penci Ağayevə məxsus həyətyanı sahələ alça ağacı çiçəklənərək məhsul da verib. Ev sahibi deyir ki, 10 il olar alça ağacını əkmişəm. Qırmızı alça növüdür. Ağacın ikinci dəfə bar verməsini görməmişdim. Bu da havaların isti keçməsi ilə bağlı ola bilər. Yaşımda birinci dəfə görürəm ki, ağac alça gətirib qış ayında. Görürsən gül açıb, gülləri də üstündədir. Əgər isti olursa, meyvələri də saxlayar. Alça ağacıdır, alça ağacıdır. Görürsən ki, güllər də üstündədir, meyvə isə üstündədir. Dərib yemişsin ondan sonra. Ha, bir dənə ondan problemmişəm, yemişəm. Ancaq da turşdur, amma yetişindən sonra o şirin olur. Qeyd edək ki, mövsüm vaxtı alça ağacı bol məhsul verib.